Ekrana yaxın əyləşin, çünki hal-hazırda çox məşhur olan qurudulmuş dondurmanı sizinlə birlikdə sınayacağam və şəxsi fikirlərimi söyləyəcəm. Görüm indi həqiqətən də deyildiyi kimi dadlıdırmı və həqiqətən də bu qiymətə dəyərmi? Gördüyünüz kimi boşqabda bir çox çeşiddən var. İndi hər birini sınayıb öz fikrimi bildirəcəm. Səhv etmirəmsə bu qovunludur, çünki qovun dadını verir. Qovunlusu dadlıdır, mən bəyəndim. Keçək indi çiyələkli olan növünə. Bu da dadlıdır. Bunun turşməzə dadı var, çox yaxşıdır. Bunu mütləq sınayın. Dostlar, sözün açığı mən çox bəyəndim hər birini. Çünki həqiqətən də dadlıdır. Öz büdcəmlə almışam və bunu sınayaraq sizinlə bölüşmək istədim öz şəxsi fikrimi. Bəzi videolarda dadsız olduğu bildirilmişdi. Ona görə tərəddüd edirdim əvvəl almağa. Ola bilsin ki, həmin videodakı xanım başqa bir yerdən alıb. Yəni hər yer eyni tip, eyni keyfiyyətdə satmır məhsulu. Buna görə də çalışın alarkən aldığınız yerə diqqət edin. Videonu sonadək izlədinizsə kanala abunə olmağı və videonu bəyənməyi unutmayın. Özünüzə yaxşı baxın. Hələlik.